Salam gənclər, Magi efirdədir. Bugün biz memarlıqdan danışacağıq. Memar olmaq istəyən gənclər nədən başlasınlar? Bugünkü verilişimizdə olaraq maksimum dərəcədə faydalı olmağa çalışacağıq. Tarixi, eləcə də müasir memarlıq nümunələrindən danışacağıq. Studiyamızın qonağı var. Qonağımız elmlər doktoru, professor Elçin Əliyevdir. Elçin müəllim, xoş gəlmişsiniz. Buyurun. Elçin müəllim, xoş gördük sizi. Xoş gəlmişsiniz. Çox sağ olun. Elçin müəllim, bugün biz memarlıqdan danışacağıq. Memar olmaq istəyən gənc nədən başlasın? Niyə? Çünki sizin təcrübəniz var. Məncə elə ilk addımdan onlara lazımı tövsiyəni ötürə biləcəksiniz. Biz ümumiyyətcə memar olmaq bir tərəfdən çox çətindir, o birisi tərəfdən çox maraqlı bir peşədir. Memar faktiki bizim həyatımızın bütün sahələrdə başa çıxmalıdır. Tək memarlıqdan yox. Dəfələrlə olub, məsələn, sifariş üzərində işləyərkən hansısa bir binanın layihəsi ya interyerin layihəsi memardan heç onun sahəsinə aid olmayan məsələləri də soruşurlar, öyrənirlər. Ümumiyyətcə memarlıq peşəsi belə bir peşədir ki, mən hesab edirəm, insanı hansısa bir yüksək səviyyəyə qaldırır. Məsələn, hansısa insan sizdən binanın ya öz villasının layihəsini sifariş edərkən, faktiki sən ona daha yaxşı həyat şəraiti təklif edirsən, daha yaxşı onu belə deyək, yeni hansısa bir həyat səviyyəsinə qaldırırsan. Belə bir sözlər var ki, memar öz sifarişçilərin həyatının rejissorudur. Faktiki memar bilirsiniz, necə hansı şərait yaradacaq, hansı interyer yaradacaq, belə də şəraitdə insan yaşayacaq. Təsəvvür edirsiniz, nə məsuliyyət var memarın boynunda. Mən öz doktor dissertasiyamı yazanda belə bir sorğu keçirtdim və orada təxminən 300-ə yaxın ailədən sorğu apardım. İnsanlar yeni mənzilə köçəndə 30% ailələr dağılır. Təsəvvür edirsiniz, heç kim bilmir nəyə görə. Fikirləşirlər ki, məsələn, xanım fikirləşir ki, kişi günahkardır. Məsələn, ev başçısı fikirləşir ki, yox, xanımın xəsiyyəti pisdir. Əslində, dizayner, memar layihəni düzgün işləmir. Yəni, boşanmanın səbəbi Bəli, bilirsiniz, məsələn, qapı həmin tərəfə açılmır. Biz özümüz hiss eləyirik ki, qapı, məsələn, belə açılmalıdır. Siz yaxınlaşanda, məsələn, hamam otağına, qapı belə açılmalıdır. Amma əslində tərsinə açılır. Siz bunu başa düşmürsünüz ki, nəyə görə siz hirslənirsiniz, nəyə görə bu məsələni başa düşmürsünüz, nəyə görə siz əsəbi olursunuz. Amma əslində, məsələn, qapının düzgün açılmaması ya məsələn interyerdə çox məsələn qırmızı rənglər, hansısa aqressiv bir mühit, bilirsiniz, ona görə bu mənzildir, məsələn, bu ofis deyil. Bunu insanlar başa düşmürlər və özləri başlayırlar ki, bir-birinin üstünə faktiki pretenziya. Yəni bunun fərqinə vara bilmirsiniz. Bəli, və təbii ki, asta belə məsələn dizaynerin ya memarın səhvlərindən ailələr dağılır. Heç kim bunu bilmir nəyə görə. Əslində qeyri-professional məsələn memar işləyib layihəni ya məsələn planda mütləq belə düzgün plan olmalıdır ki, hamısı düzgün planın üzərində qurulmalıdır. Başa düşürsünüz də indi nə məsuliyyət var memarın boynunda. Elçin müəllim, siz memar olaraq daha çox elmi tərəfə yönəlmisiniz. Yoxsa burada təcrübə də sözündür. Niyə? Çünki 20-dən çox kitabınız var. Bəli, bilirsiniz, mən özüm praktikam, mən praktik memarıyam və layihələrim var, binalarım, hətta sakral memarlığı, mən belə unikal memaram ki, həm Rus kilsəsinin təmirini eləmişəm, həm bilirsiniz, katolik kilsə layihəmdən tikilib, həm də bizim məscidimiz layihəsinin müəllifiyəm. Amma ona baxmayaraq mənim, bilirsiniz, mən birinci növ patriotam və öz memarlığımız haqqında, öz Bakının, Azərbaycanın memarlığı tarixi haqqında kitablar yazıram. Bu mənim hobbimdir. Mən hesab edirəm ki, mənim borcumdur ki, bizim gözəl memarlıq tariximizi mütləq gələcək nəsillərimizə çatdıraq. Bu təbliğat hətta sosial şəbəkələrdə də öz əksini tapıb. Niyə? Instagramda Save Baku səhifəsi var. Dostlar, sizin də hər birinizə tövsiyə edirəm. İzləyin o səhifəni. Hazırda monitorda da göstərəcək. Səhifədə çox gözəl bizim tarixi abidələrimiz, yaşayış kompleksləri yer alır və onlarla bağlı məlumatları paylaşırsınız. Hazırda monitorda da səhifəni görürük. Bəli, bilirsiniz, bu nəyə görə mən bunu məcburan elədim. Çox vaxt tələb eləyir. Mən faktiki gecələr oturarkən, bilirsiniz, mütləq 1-2 gündə 1 saat buna mütləq
ayırıram ki, mən ünsiyyətdə oluram çox insanlardan və hiss eləyirəm ki, bizim tariximizi təəssüf ki, bilmirlər. Bizim çox zəngin memarlıq tariximiz var. Amma təəssüf ki, bilmirəm, bu mənə belə gəlir ki, bu vaxtında Sovet İttifaqında mərkəzi orqanların bir siyasətidir ki, milli respublikaların tarixini silsinlər. 50, 60, 30 il keçib, amma bugünkü gündən biz bilmirik. Məsələn, 70-ci ildə tikilən binanın memarı kimdir? Baxırsan, Rus soyadları var, ayrı soyadlar var, Azərbaycan soyadları yoxdur. Təəssüf ki, və mən məcbur oldum və mən bunu bir memarlıq tarixçisi kimi kitablar üzərində işləyərkən mən bu problemlə çox rastlaşıram və hərdən bir mən sizə deyim, həftələrdən məsələn bir memarın adını axtarıram. Soyadı var, adı yoxdur. Məsələn, T. Mamedov. T bu hansı addır? Heç yanda yazılmayıb. Və mən istəyirəm ki, bizim, bilirsiniz, gələcək nəsillərimiz, bizim indiki gənclərimiz, indiki vətəndaşlarımız bilsinlər ki, məsələn, hansı memar, hansı layihə üzərində işləyib, hansı binanın müəllifi, hansı memardır. Bu mütləq olmalıdır. Ona görə faktiki memar özündən sonra bina qoyur və biz onun adını bilməmək bu düzgün deyil. Belə bir ifadə var ki, yazıçılar tarixi sözlərdən danışırlar, memarlar konstruksiyalardan, öz layihələrindən. Bilirsiniz, hər bir bina öz yerləşdiyi küçənin, şəhərin, ölkənin tarixini danışmalıdır və mən sizə deyim, bir memar kimi Bakıda minlərlə gözəl bina var və hər bir binanın öz unikal tarixi var və mən sizə deyim, hər bir bina haqqında bir gözəl kitab yazmaq olar və mənim məqsədim, indi başa düşürəm, Instagramda məhdudiyyət var, məsələn, 10 fotodan çox yerləşdirmək olmaz, amma mən istəyirəm ki, həmin o 10 fotoda, məsələn, binanın tarixi hiss olunsun, binanın eksteryeri, interyeri hiss olunsun və orada sözdən onun maksimal dərəcədə indi nə qədər mümkündür tarixini də yazıram. Elçin müəllim, belə bir zəngin memarlıq tarixinə malik olan ölkənin gənci memar olmaq istəsə, nədən başlasın və hansı keyfiyyətlər onda olmalıdır? Birinci növ, bilirsiniz, bir məşhur memar var idi, 102 il yaşayırdı, Braziliyanın Oscar Niemeyer memarı. O deyirdi ki, birinci növ memar vətəndaş olmalıdır, patriot olmalıdır. Bilirsiniz, memar öz ölkəsini sevməlidir. Memar mütləq, ondan başqa da profesional olmalıdır. Bilirsiniz, ümumiyyətcə memar çoxlu dərəcədə səyahət eləməlidir. Memar dünyanı görməlidir. Ona görə memarlığı, bəli, bizdə çox gözəl memarlıq fakültəsi var, memarlığı öyrədirlər. Amma o teoriyadan başqa memar dünyanı gezməlidir. Memar memarlığı görməlidir və onu özündən keçirməlidir. Yəni, yalnız tədrislə kifayətlənməməlidir. Bəli, təbii ki, yalnız tədrisdən kifayətlənmir və hardasa mən oxumuşdum ki, memar ancaq əsl memar 60-70 yaşa çatanda memar olur. Xoşbəxtlikdən hələ 60 yaşım mənim yoxdur və amma inşallah bəlkə də o dövrdə, görürsünüz, memar o dövr üçün yetişir. Amma buna baxmayaraq neçə sizin böyük layihələriniz var. Tarixi torpaqlarımız, Qarabağımız bizə qayıtdı. Orada yenidən qurma işləri aparılmaqdadır. Ora ilə bağlı hər hansısa bir layihəniz və yaxud da sizə olunan təkliflər var? Bəli, var və mən işləyirəm bunların üzərində. Mən çox şadam ki, bizim birinci növ Azərbaycan memarları buna cəlb olunublar. Bütün Azərbaycan aparıcı memarları, bilirsiniz, bunun üzərində işləyirlər. Təmənnasız işləyirlər, təkliflər verirlər və mən əminəm ki, inşallah Qarabağ mütləq Azərbaycan memarların layihələri tikiləcəklər. Oradakı işlərə gəncləri də cəlb etmişsiniz. Niyə? Çünki sizin tələbələriniz də var. Bəli, mənim gənc dostlarım çoxdur və mən onlardan da xahiş eləmişəm ki, onlar da öz fikirlərini, ideyaları desinlər və mütləq bilirsiniz, mən əminəm ki, orada da gənclərin iştirakı olacaq. Ona görə gənclər bilirsiniz, mən məsələn Sovet memarıyam, mən Sovet dövründə oxumuşam. İstədin, istəmədin, sənin hansısa bir Sovet dövründən qalan fikrində məhdudiyyətlər var. Amma gənclər bizdən fərqli olaraq onların heç bir məhdudiyyəti yoxdur, nə içərdə, nə çöldə və onlardan faktiki çox gözəl ideyalar hərdən bir ortaya çıxır və mütləq bunlar istifadə olunmalıdır. Memarlıq sənətinə bir başqa yanaşma edənlər də var. Yəni, kimisə gözündə əlçatmaz bir ixtisasda, əlçatmaz bir işdir. Gənclər bu sahəyə yönəlmək istəyirlərsə, onları çağırırsınız, yoxsa yox? Bilirsiniz, birinci növ mən hesab edirəm, bura çağırmaq, dəvət eləmək mümkün deyil. Onlar öz, belə deyək, tarixini sevirlərsə, öz ölkəsini sevirlərsə, istəyirlər ki, öz doğma şəhərlərini, öz doğma ölkəsini daha gözəl eləmək, buyursunlar, gəlsinlər, memar olsunlar. Ondan başqa memar
memar bir belə peşədir ki, faktiki sənin hər şeydən başın çıxır. Sən faktiki musiqidən də başın çıxır, incə sənətdən də bilirsiniz, həm də təbii ki, memarlıqdan da, riyaziyyatdan da. Memar belə bir peşədir ki, sən həyatında, təbii ki, biz həyatımızda bir işdən, indi belə zamana gəlib ki, bir işdən məşğul deyirik, mütləq 3-4 həyat səni məcbur eləyir 3-4 istiqamətdə işləməyə və memar olarkən sənə bunu eləmək çox rahatdır. Ona görə memar belə bir yüksək səviyyədə peşədir ki, sən faktiki həyatın hər bir sahəsində belə deyə işləyib, iştirak eləyə bilərsən. Təşəkkür edirik Elçin müəllim və hazırda biz sizə dostlar ölkəmizdə mövcud olan memarlıq nümunələrini təqdim edəcəyik. Ölkəmizdə gənc memarlar var, onlar da fəaliyyət göstərirlər, müxtəlif layihələri gerçəkləşdirirlər. Onlardan biri Murad Mirzadə bizlə bərabərdir. Xoş gəlmişsiniz Murad, buyurun. Murad, salamlayırıq sizi, xoş gəlmişsiniz. Xoş gördük, çox sağ olun. Bugün biz memarlardan danışırıq. İstərdik ki, siz də gənc memar olaraq öz fəaliyyətinizdən bizə danışasınız. Buyurun. İlk öncə onu vurğulamaq istərdim ki, 2018-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olmuşam və mənim gənc memar olaraq fəaliyyətim elə bu dövrdən etibarən başlayıb. Yəni, gənc memar olaraq fəaliyyətinizin ilk addımı nədən ibarət idi? Artıq layihələri gerçəkləşdirirdiniz, yoxsa orada başqa mərhələlər də var? Sözsüz ki, ilkin olaraq universitetdə təhsil prosesindən keçmək lazımdır. Hansı ki, siz müəyyən bir baza yığdıqdan sonra artıq sərbəst olaraq bir gənc memar kimi fəaliyyətinizə başlaya bilərsiniz. Bütün bu təcrübələri toplayan Murad hansı işləri, hansı layihələri gerçəkləşdirir? Mən deməli 2018-2020-ci illər arası bir sıra qurum və ofislərdə memarlıq təcrübəsi keçmişəm. Sözsüz ki, təcrübə çox vacibdir bir memar üçün, çünki texniki sahə olduğuna görə və artıq 2020-ci ildən etibarən bir gənc memar kimi sərbəst fəaliyyətimə başlamışam. Və bu fəaliyyət istiqamətində hər hansı bir layihəni artıq gerçəkləşdirmişsiniz? Bəli, bəli. Yavaş-yavaş layihələr olur. İlk öncə kiçik yaşayış evləri, daha sonra daha böyük layihələr və sözsüz ki, bu layihələrdə iştirak bir gənc memara çox böyük motivasiyadır. Siz gənc memar olaraq hər hansı bir binanın inşasında hansı işi gerçəkləşdirirsiniz? Yəni, sizin işiniz nədən ibarətdir? Əsasən memarın işi daha çox layihələndirməkdən ibarət olur. Lakin sözsüz ki, hər bir professional memar, istər gənc, istər daha yaşlı, inşaat prosesində iştirak etməli. Həmin layihənin düzgün layihələndirilən kimi inşaatının deməli, davam etməsini müşahidə etməlidir. Yəni, bu çox vacib nüans. Murad, hazırda monitorda sizin işlərinizi görürük. İstərdim ki, onları elə özünüz şərh edəsiniz. Buyurun. Deməli, bu universitetdə 2019-cu ildə ölkə səviyyəsində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimidir. Cənab Nazir Ceyhun Bayramov və digər dövlət rəsmiləri də burada iştirak etmişdilər və mən burada qısa müddətdə ərsəyə gətirdiyim kiçik bir layihəni nümayiş elətdirirəm. Bu nəyin layihəsi idi? Sərgi salonunun dizayn layihəsidir. Bu sertifikatda yəqin ki, hər hansı bir işinizə görə almısınız? Bəli, bəli. Bu sertifikat Britaniya Memarlığının Kral İnstitutu tərəfindən təşkil olunmuş
olunan bir webinardan sonra təqdim olunub. Çox mühüm bir sertifikatdır. Orada Britaniya deməli kraliyyət orderi ilə təsdiq olunmuş qurumun möhrünü görürük yuxarıda biz. Yəni bu da çox vacibdir mənim üçün. Bu, yəqin ki, bir rezonans doğuran hadisələrdən biri idi keçən il ərzində. Mən Memarlıq və İnşaat Universitetinin akkreditasiya almağından sonra RIBA tərəfindən ilk tələbə üzvəm, Azərbaycanlı RIBA-ya üzv olan və bu da onun deməli kartıdır, nümayiş olunur ekranda. Yəni ilk tələbə sizsiniz? Bəli, ilk tələbə mənəm Azərbaycanda. Təbii ki, belə uğurlar davamlı olacaq. Gənc memar olaraq ölkəmizdə bir çox binaları görürsünüz, o binaların özünə məxsusluğu var. Ən çox bəyəndiyiniz memarlıq nümunəsi hansıdır? Sözsüz ki, hər bir memar tarixə çox önəm verir və mən də tarixi memarlıq abidələrinə xüsusi yer verirəm öz bəyəndiklərim binalar arasında. Misal üçün Səadət sarayı, daha sonra deməli Hacı Zeynalabdin Tağıyevin sarayı və digər mülkləri çox bəyənirəm Bakı memarlıq. Murad, bu ixtisasa yiyələnəndə nə düşündünüz? Memar olmaq istəyirdiniz, yoxsa bu gəlirli sahə idi deyə buna yönəldiniz? Yox, sözün düzü bizdə ailədə demək olar ki, hər kəs incəsənət sahəsini seçdiyinə görə memarlıq və rəssamlıq kimi mən də kiçik yaşlarımdan bu yöndə özümü adaptasiya etmişdim və ona görə də bu sahəni seçdim. Murad, bizi gənclər izləyirlər və bu sahəyə yönəlmək istəyən gənclərimiz var. Onlara nəyi məsləhət görərdiniz? Gəlirli sahədir, çətin sahədir, yoxsa yox? Bilirsiniz, mən memarlıq sahəsini hardasa tibb sahəsinə bənzədirəm. Çünki yaxşı memar olmaq üçün, yaxşı gəlir əldə edə bilmək üçün ilk öncə yaxşı təhsil və təcrübədən keçmək lazımdır. Tamam, bütün bu biliklərə, təcrübələrə yiyələnən gənci qarşıda nə gözləyir? Qarşıda kiçik bir iş təcrübəsi var, hansı ki, ilk öncə bu yavaş-yavaş başlayır və bir müddətdən sonra siz özünüz dərk edirsiniz ki, artıq siz müəyyən bir gəlir səviyyəsinin üstünə çıxmısınız. Bu çox xoş haldır hər bir. Bu gəlir yüksək olur da yəqin ki. Yoxsa layihədən layihəyə dəyişir? Bu gəlir layihədən layihəyə dəyişir və yavaş-yavaş artır. Siz həmçinin Gənc Memarlar Klubunun sədrisiniz, ətrafınızda memar gəncləri toplamısınız, o klubdan da danışın. Klub tələbələrdən, gənc memarlardan və başqa-başqa gənclərdən ibarətdir. Klubun fəaliyyətinin əsas məqsədi gənclərin memarlıq sahəsində özlərini inkişaf etdirməsinə kömək etməkdir. Murad, gənc memarsınız, qarşınızda yəqin ki, hər hansısa bir məqsəd var, nə ilə bağlı ölkəmizdə mövcud olmayan hər hansısa bir memarlıq nümunəsini istərdinizmi siz layihələşdirəsiniz? Sözsüz ki, ölkəmiz çox böyük inkişaf dövründədir və mən də gənc bir memar kimi öz layihələrimlə öz ölkəmə töhfə vermək istərdim. Planlaşdırdığınız layihə və yaxud hədəflədiyiniz layihə nə ilə bağlı olacaq? Hər hansısa bir saray, yoxsa yaşayış binası? Sözsüz ki, yaşayış binası olmaz, yəqin ki, daha çox sənaye obyekti olar, lakin heç bir memar planını əvvəlcədən danışmağı xoşlamır. Murad, sizə fəaliyyətinizdə daim uğurlar, yeni layihələr diləyirik sizə. Çox sağ olun. Siz sağ olun, təşəkkür edirəm. Görüşmək ümidi ilə, sağ olun. Memarlıqdan danışırıq və dünya memarlıq nümunələri arasında elələri var ki, insanı valeh edir və biz də hazırda onların bir neçəsini sizə təqdim edirik.
Gənclər, bugün biz memarlıqdan danışırıq. Studiyamızın hazırda ifaçı qonağı var. Düzdür, o Memarlıq və İnşaat Universitetini bitirib, amma o ixtisas üzrə sənətini davam etməyib. Hazırda ifaçıdır. İmran, salamlayırıq sizi, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir. İmran, siz ixtisasca memarlığa yönəlmişdiniz. Bəli, bəli. Bilmirəm niyə, amma o ixtisasla oxuyurdum. Amma davam eləmədiniz. Səbəb nə oldu? Səbəb bəlkə də musiqiyə görədir. Ola bilər musiqiyə görədir. Məndə onsuz da ailə, yəni ki, hamısı musiqiçilərdir. Bütün ailəm, nəslim musiqiçilərdir. Uşaqlıqdan görmüşəm və sonra məndə belə bir kiçik prinsip yarandı. Qısa danışacağım. Bir dostum var idi. O elə bir ki, özünə gitar almışdı. Elə oradan elə mən də getdim, həvəsə düşdüm. Belə bir gördüm ucu əməli başda ucu gitarı çaldım. İmran, hazırda ifaçılığa yönəlmişsiniz. Yaradıcılığınız nə yerdədir? Nə edirsiniz? Yaradıcılığım hal-hazırda mən efirlərə tez-tez çıxmıram, düzün desəm. Çünki öz mahnım yoxdur. Öz mahnım bir mahnım var. Belə yəni coverlar oxuyuram. Hal-hazırda mənə çətin, çünki beyində 500-dən çox mahnı var. Nə yazsam da mənə plagiat gəlir. Ona görə də ya gərək mən İstəyirsiniz ki, orijinal bir iş. Orijinal bir iş olsun. Yəni elə belə istəmirəm. Yəni ki, mahnı buraxım, mahnı xətrinə mahnı istəmirəm. İmran, bəs bizim üçün bugün hansı cover ifa edəcəksiniz? Bugün sizin üçün Ed Sheeran'ın mənim ən sevdiyim müğənnidir. Ən sevdiyim yazardır həm də deyə bilərəm. Çünki Ed Sheeran çox gözəl bir mahnılar yazıb həyatı boyu. Yəni bu insan mənim üçün bir idoldur, yəni belə deyərəm. Ed Sheeran'ın Shape of You mahnısını oxuyardım. Yəni onu istəyərdim bugün sizin üçün oxuyum. Birlikdə dinləyəcəyik. Dostlar, sizlə sağollaşırıq. Bugün biz memarlıqdan danışdıq. Nəticə olaraq, yəni İmranın danışdığından sonda ümumi nəticə onu deyə biləcəm ki, çalışın, sevdiyiniz sahəyə yönələsiniz. Deməyin ki, kimsə memardır, o yaxşı gəlir əldə edir, məşhur bir şəxsdir, mən də memar olum. Əsas odur ki, yönləndiyiniz ixtisası, sahəni sevəsiniz. Bugünlük bu qədər. İmranın ifası ilə verilişimizi yekunlaşdırırıq.
shape of you.